Sosial durumum da pis olduğuna görə, yəni bilavasitə onunla əlaqədar daima izlədiyimə görə bilirdim ki, ayın 8-i piket keçiriləcək Bakı Şəhər Hakimiyyətinin qabağında və ora dəstək məqsədi ilə getmişdim mən də. Neyniyir? İlham sənə təzə vəzifə verəcək, aftaba tutar. Tutarsan. İlhamla Qarabağ'a doğru. İlhamla Qarabağ'a doğru. Qarabağda Paşinyan at oynadır, Ay kişi. Alo, bura bax. Qarabağda Paşinyan at oynadır, Hani İlhamla Qarabağ? İlham Əliyev Hani? Neçə ildən sonra? Bir daha da 30 il gözləməliyik. Haqqı tələb edirəm, haqqımızı istəyirəm. Mənim də bu ölkədə normal vətəndaş kimi yaşamağa haqqımdır, hüququmdur. Mənim balalarım nə vaxta qədər əziyyət çəkəcək, səfalət içində, yoxluq içində. Mən də normal olaraq qidalandırmaq istəyirəm, geyimlərin tələbatlarını ödəmək istəyirəm. Ona görə mən də etirazımı bildirdim. Əvvəllər çalışmışam, Sədrəy Ticarət Mərkəzində işləmişəm, orada xadiməm. Amma sonra səhhətimdə problemlər yarandığına görə iş qüvvəm olmadı. 3 ildir, 4 ildir artıq evdəyəm. 2 uşaq, 1 nəvəm var. Ancaq anam pensiya müavinət alır, o elə bil kömək eləyəndə eləyir. O da xəstə adamdır, yaşlı adamdır, özünün tələbatları var. Eləyir, sağ olsun. 100 manat, 150 manat aylıq onunla mən də belə, necə deyim, büdcəyə görə uyğunlaşdırıram ki, yəni el dilində yorğanımıza görə ayağımızı uzadırıq. Belə pitər də daha sürünə dolanırıq. Vitse-prezident Mehriban Əliyevaya 2 dəfə ərizə şəklində müraciətim oldu, sosial problemimlə bağlı, xəstəliyimlə bağlı. Amma heç bir cavab gəlməyib, heç bir nəticə də olmayıb. Haqqımızı tələb edirəm də, mən də normal vətəndaş kimi yaşamaq istəyirəm. Mən də bu ölkənin sərvətindən faydalanmaq istəyirəm. Bəzi ağzı görkələr deyir ki, neft devlətindir, neft onun uğrunda əziyyət çəkənindir. Amma həmən deyən adam hazır yeyən fikirləşmir ki, bu əhali nə vəziyyətdədir. Niyə görə neft bəs xalqa xidmət eləməməlidir? Mən də istəyirəm ki, ölkəmin sərvətlərindən bəhrələnim, balalarım normal yaşasın, normal qidalansın, vaxtı-vaxtında həkimə aparım, apara bilmirəm. Hamısının səhhətində problem var. Bu sıxıntılarla, səfalətdən, ucbatından hamısının səhhətində problem yaranıb. Özüm də xəstəyəm. Etirazımı bildirməyə davam eləyəcəm. Gəldilər, uzaqlaşdırdılar oradan. Amma mən o şəxsə müdaxilə elədiyimə görə, ona görə mənə kənarlaşdırdılar oradan. Amma heç ara aparmadılar. Sonra mən yenə də yolu keçəndən sonra cəmiyyətə qoşuldum. Cəmiyyət hər şeyi gözü görür. Balalarımız evdə acdır. Uşaq pulu versin. Niyə vermir uşaq pulu? Balalarım evdə xəstədir. Niyə vermir? Niyə vermir uşaq pulu? Versin uşaq pulu. Artist deyiləm orada. Gəl cəmiyyətin yanında deyək. Şərəfsiz. Satılmış. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.